ABŞ qoşunları İrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb. Bu barədə Mərkəzi Komandanlıq məlumat yayıb. Qeyd olunub ki, qırıcılar hərbi dəniz gəmiləri, kamikadze dronlar və birtərəfli hücum dəniz dronlarından istifadə edilərək İranın hərbi hava hücumundan müdafiə sistemlərinə, sahilyanı radiolokasiya stansiyalarına, raket və pilotsuz uçuş aparatları sistemlərinə, həmçinin kiçik katerlərinə zərbələr endirilib. İran mediası Boğazda hərbi obyektlərin yerləşdiyi Sirik və Bəndər Abbas liman şəhərləri, eləcə də yaxınlıqdakı Qəşm adasında raket atəşləri və partlayışlar barədə məlumat yayıb. İranın ABŞ-nin hücumlarına cavabı gecikməyib. Tehran bölgədəki düşmən bazalarına geniş miqyaslı hücumlar başladıldığını bəyan edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında qeyd olunub ki, Bəhreynin Şeyx bazasında yerləşən ABŞ ordusuna məxsus helikopterlərə texniki qulluq və təmir mərkəzləri, P-8 elektron döyüş təyyarəsinin anqarı və pilotsuz uçuş aparatlarının komanda idarə etmə mərkəzi, həmçinin İordaniyadakı Şahzadə Həsən aviabazasında yerləşən böyük raket anbarları və yanacaq obyektləri, raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alınıb. Bundan əlavə Küveytdəki ABŞ bazalarda cavab zərbələrinin hədəfi olub. İslam İnqilabı Keşikçiləri Korpusu əks hücumların davam edəcəyi və Hörmüz boğazının İrana məxsus olduğu barədə xəbərdarlıq edib. Bundan əvvəl Sepah boğazı icazəsiz keçməyə çalışan 2 gəmiyə müdaxilə edildiyini açıqlayıb. Bu arada ABŞ-nin NATO-dakı səfiri Birləşmiş Ştatların İranın Hörmüz boğazındakı ticarət gəmilərinə etdiyi hücumlara dağıdıcı güclə cavab verəcəyi barədə